Gece qaranlığa düşdüm. Powerbank söndü, ışıqlar söndü. Akşam saat 11 idi. Gördüm hərəkət edə bilmirəm. Yaxşı ki uzarda bir otel var idi yol qırağında. Orada qaldım. İndi Gəncəyə davam edəcəm. Təxmin 120 kilometr qaldım. Çox heyif ki dünən yekunlaşdıra bilmədim. Amma indi davam edirəm. Nəhayət ki gözəl Gəncə və mən 23 saatdan sonra mən çatdım artıq Gəncəyə. Bütün Gəncəliləri buradan salamlayıram. Gözəl Gəncə, nəhayət ki mən buradayam. Mükəmməl bir tur oldu, yorucu oldu. İlk dəfədir uzun bir məsafə gəldim, 358 km təxmini olaraq. Çox çətin bir tur oldu. Ətraflı videonu sonra paylaşacağım YouTube'da. Baxarsınız, maraqlı olacaq yəqin ki. Bundan sonra da yenə turlarımız davam edəcək. Velosipedlə. Takip atın, dəstək olun və hər şey maraqlı olacaq. Motivasiyalı qalın. Həyat enerjimiz yüksək olsun hər zaman. Yəni bizə baxıb bir növ örnək götürə bilərsiniz məsələn. Hal-hazırda Gəncədəyəm. Bakıdan Gəncəyə velosipedlə gəldim. Bacardım mən. Özünüzə inanın. Hər işdə özünüzə inanın. Fərq etməz. Velosiped ya iş barəsində, başqa şeylər. Hər şey yaxşı olacaq.